36-cı sualdan baxaq. Bizdən tələb olunur ki, bu verilmiş PowerPoint-da olan görünüşün kontenti hansıdır? Biz ilk öncə kontent anlayışını bilməliyik ki, kontent nədir? Kontent mövzu deməkdir. Yəni bu görünüşü. Biz PowerPoint-də daxil olanda ümumən slayd vərəqinə bircə saniyə daxil olun. Hə. Deməli, slayd vərəqinə müxtəlif kontentlər verə bilərik. Burada layoutlar yazılır. Baxın bu üstə. Layout. Yəni sən slayd vərəqinə belə kontent verə bilərsən, belə bir ikili kontent verə bilərsən, header başlıqla verə bilərsən və s. Burada yəni növlər çoxdur. İndi baxın yoldaşlar. Mən gəlsəm əgər buradan ikili bir kontent versəm, bu hissədə bir qrafika durur, sağ hissədə də qrafika durur, yuxarı hissədə də yazı yazılır. İndi gəlsək həmin sualımıza baxsaq görərik ki, bu hissədə yazı var və 2 dənə də qrafika var. Yəni şəkil var. Deməli, söhbət nədən gedir? Söhbət gedir ikili kontentdən. Bəzi yoldaşlarımız burada həm D variantı, həm də Y variantından qarışıq salaraq yazıblar. Yəni Y variantını da yazıblar. Y variantı nəyə görə yazıblar? Deyirlər ki, bəs müəllimə bu sol tərəfdə də görünüş var axı. Amma sol tərəfdə görünüş o demək deyil ki, slayd necə deyərlər, sırf vərəqin özünün kontentidir. Bu sadəcə ekran görüntüsüdür. Ona görə solda belə bir şəkil var. Bizə lazımdır daxili hissə. Biz daxili hissəsini götürməliyik. Ona görə də burada uyğun cavab D variantıdır. Yazı hissəsi və 2 dənə qrafika hissəsi. Gəldi 37-ci suala. 37-ci sual əlifba məsələsinin düsturudur. İlk öncə mən gəlirəm əlifba məsələsinin düsturunu yazıram. Həcm bitlə ifadə olunur və bərabərdir n vurulsun n-ə. Yoldaşlar, mənə deyir 16 simvoldan ibarət olan mətn həcmi 48 bitdir. Yəni 16 dənə simvoldan ibarətdir. Mənə demir ha 16 simvollu əlifba. Mənə deyir 16 simvoldan ibarətdir. Yəni burada m 16-dır. Və deyir ki, ümumilikdə həcmi 48 bitdir. Və həcmi götürəcəm 48 bərabərdir. 16 vurulsun n. Buradan n-i tapaq. N-i tapdıq 3. Mən bir simvolun yaddaşda tutduğu yeri 3 tapdım. Amma məndən soruşur ki, əlifba ümumilikdə neçə dənə simvoldan ibarətdir? Biz əlifbanın gücünün düsturunu yazdırmışdıq. N bərabərdir 2 üstündə n düsturu. Demək, burada n-in yerinə qoyacağıq kiçik 3-ü. 2-nin kubu olacaqdır 8. Əlifba ümumilikdə 8 simvollu əlifbadır. Cavabımız olacaq B variantı. İndi gəlin, bunu sizə belə bir açıqlamasını yazın. Əlifba məsələsində bu məsələnin məqsədi nədir? Belə bir ifadə yazıram. Yazıram Azərbaycan himni. Yazıram Azərbaycan himni. Ümumilikdə burada boşluqları da saysaq 16 dənə simvol var. Deyir ki, bu 16 dənə simvol 48 bit yaddaşda yer tutur. Demək, bir simvolun yaddaşda tutduğu yer 3 bitdir. Bu 3 bit, bu 3 bit, hər biri 3 bit. Bizdən də tələb olunur ki, Azərbaycan himni neçə simvol əlifbada yazılıbdır? Əgər hər bir simvol yaddaşda 3 bit yer tutursa, deməli bu 8 simvol əlifbada yazılıb. 8 simvol əlifbada. 8 dənə simvoldan istifadə edərək Azərbaycan himni ifadəsini yaradıblar. 8 simvol əlifba. Yəni 2-nin kubu olur. Belə. Bu da əlifba məsələsinin ətraflı izahı. İndi baxaq 38-ci suala. Word-la bağlı bir sualdır. Deyir ki, hansı doğrudur? Açaq Word-ü.
Deyir, faylların tutumuna həm də Options pəncərəsindən baxmaq mümkündür. Faylların tutumuna biz info hissəsindən baxırıq. Options hissəsindən baxmırıq. Options seçimlər deməkdir. Biz burada ayarlara daxil oluruq, ayarlarına baxırıq. Yəni ümumilikdə Word-ün ayarları gedir, parametrləri, faylların tutumuna baxılır info hissəsindən. Deməli, A variantı yanlışdır. B variantı. Avtomatik mündərcəhləri yaranmaq üçün layout lentaban əmrlərinə müraciət etmək lazımdır. Yadınıza saxlayın ki, harda mündəricat sözünü gördünüz, bilin ki, o reference tabıdır. Nə tabı? Reference. Reference. Yəni mündəricatlar reference-də yaradılır. Baxın yoldaşlar, daxil oldum reference-ə, burada mündəricatlar var. Sonra C variantı. Sənədin sətirlərinin nömrələnməsi insert tabından. Xeyr. Sənədin sətirlərinin nömrələnməsi olur layout tabından. Layout. Bir də yaxşı bir anlayış var. Onu da sizə deyim. Bu da çox qarışdırılan sual tipidir. Sətir nömrələnməsi olur layout tabından. Amma abzas nömrələnməsi olur home tabından. Nömrələnməsi. Belə. Oldu home tabından. Bunların fərqi nədir yoldaşlar? Mən daxil oluram layout tabına. Və burada vardır, deməli bu hissə continuous'u klikləyirəm. Baxın, sətirlərin nömrələnməsi layout tabından dediyi olur, page setup'dan. Bax, bir sətirlərimizi bu şəkildə nömrələyir. Amma bir də var abzas nömrələnməsi. Abzas nömrələnməsi isə home tabının paragraf lent qrupunda bu nömrələnmədir. Numbering library. Bunlar alınır abzas nömrələnməsi. Amma layout tabında olan isə olur, deməli, sətir nömrələnməsi. Mən bir də səhifə nömrələnməsi var idi deyəsən. Ayso, qoy onu da yazım. Səhifə nömrələnməsi isə olur insert tabından. Səhifə nömrələnməsi olur header footer. Bu da olur insert tabından. Bu da səhifə nömrələnməsidir. Insert. Bir də var. Səhifə nömrələnməsində demək, tək və cüt səhifələr. Bunlar çox önəmlidir ha. Hər dəfə qəbul suallarında olur. Və ilk səhifənin fərqlənməsi. Bu da olur layout tabından. Layout. Yəni bunları bilmək lazım. Fərqlənməsi, yəni o abzasın başında belə böyük nağıl kitablarında falan olur. Digərlərindən Odur. fərqlənir. Layout tabının deməli page setup'ına daxil olursan, page setup'da layout var. Burada yazılır header footers, different odd and even different first page. Bu deməkdir ki, tək və cüt səhifələrinin həm fərqli olması, həm də ki, ilk səhifəsinin fərqli olması. Bu da olur layout tabının page setup'ından. Bunlar çox önəmli məlumatlar deyə yoldaşlar. Yəni bunlar heç biri boş-boşuna deyilmir. Sətir nömrələnməsi, abzas, səhifə nömrələnməsində tək cüt səhifələr və ilk səhifənin fərqlənməsi. Layout'un olur page setup'ında. Abzas nömrələnməsi hardan oldu? Necə? Abzas nömrələnməsi hardan oldu? Mən Home tabından. dəftərə qeyd edirəm. Home tabından. Sətirdə Sətir nömrələnməsi oldu layout'dan. Səhifə nömrələnməsi header footer, deməli insert tabındadır. Aha. Səhifə nömrələnməsində tək cüt səhifələr, ilk səhifənin fərqlənməsi isə olur layout tabının page setup'ından. Aha, çox sağ ol. İndi baxaq D variantına. Deyir tək cüt səhifələrə verilmiş kalan titullar page setup dialoq pəncərəsində istifadə etməklə fərqləndirilir. Bəli, nə yazmışıq bura? Page setup. Həqiqətən də D variantı doğrudur. Növbəti G variantı fayl tabının close əmri Word proqramını bağlamaq üçündür. Xeyr, fayl deməli tabının close əmri sənədi bağlamaq üçündür. Word proqramını yox. Mən daxil oluram fayldan close-u klikləyəndə sənədimi bağlayıram. Təkcə bu sənədə aiddir. Ümumiyyətlə Word proqramını bağlamır. Çok kızdırmayalım ki tez gelsin. Anlasın. Bu belə.
Növbəti baxdıq 39-cu suala. Deyir aşağıdakılardan hansılar yanlışdır? Yanlışdır. Yanlış olanlar. Hı -hı. Deməli, ilk öncə baxırıq birincisinə, 16-lıq say sistemində verilib. Bu doğrudur. Yəni 16-lıq say sistemində F hərfi var. A-dan F-ə qədər hərflər istifadə oluna bilər. Həmçinin rəqəmlər istifadə oluna bilər. İkilik say sistemində verilən 1-0 doğrudur. 8-lik say sistemində yadınızı saxlayın ki, A hərfi olmur. 8-lik say sistemində yalnız 0-dan 7-yə qədər ədədlər iştirak edə bilər. Deməli, 3 yanlışdır. Dördüncü onluq say sistemində verilib. Yadınızda saxlayın ki, onluq say sistemi gündəlik istifadə etdiyimiz riyaziyyat olduğuna görə həm onluq yazıla da bilər indeksdə, həm də yazılmaya da bilər. Deməli, 4 də doğrudur. Beşinciyə baxırıq, ikilik say sistemində 3 ədəd ola bilməz. İkilik say sistemində iştirak edən ədədlər yalnız 0-dan 1-dir. Altıncı da doğrudur. 1, 6, 1, 6 kimi oxunur. Deməli, yanlış olanlar hansılar oldu? 3, 5. D variantı. Növbəti baxırıq 40-cı suala. Deyir, printerlərin əsas xarakteristikaları hansılardır? Mən bunu deməmişdən əvvəl sizə açmaq istəyirəm bu 2-3. qaydanın olduğu hissəni. Orada həm printerlərin əsas xarakteristikaları var, həm kompüterin əsas xarakteristikaları var, həm prosesorun əsas xarakteristikaları var, bir də monitorun əsas xarakteristikaları var. İkinci bölmənin sualıdır bu da. Səhifə 36-da kitabda bu hissədədir. Kompüterin əsas xarakteristikaları. Baxın, əzbərə bilməliyik. Mikroprosesorun əsas xarakteristikaları, monitorun əsas xarakteristikaları və printerin əsas xarakteristikaları. Bizə də düşən printerdir. Printerin əsas xarakteristikalarına aiddir çap keyfiyyəti, çap sürəti, işləmə qabiliyyəti, rəng imkanları, əməliyyat prinsipi, qiyməti, qrafik imkanların olub-olmaması. Qiyməti həm printerdə var, həm də kompüterin əsas xarakteristikalarında var. Əmrlər sistemi kompüterin əsas xarakteristikasındadır, amma əməliyyat prinsipi printerin əsas xarakteristikalarındadır. Yaxşımı? Baxırıq testimizə. Nə var idi? Var idi qiyməti, rəng imkanları, çap sürəti. 2, 3, 5-dən bağlı cavab var. D variantı. Bir də işləmə qabiliyyəti. Printerin əsas xarakteristikalarıdır. Qiyməti nə Növbət- deməkdir? Azər Mən xanım? tak tezliyi prosessordur da elə. Tak tezliyi, bəli, prosesor. Yəni qiyməti odur ki, necə ki kompüterin qiyməti onun prosesoruna, onun deməli RAM-ına, onun videokartına görə əsaslandırılır. Eyni şəkildə printerlərdə də. Printerlərin qiyməti nələrdən asılıdır? Rəngli çap edib etməməyindən asılıdır. Daha sonra kartric deyirlər içərisindəki kartricdən asılıdır. Yəni pul mənasını deyilir də qiymət. Onu Bəli, demək istəyirəm. bəli, pul mənasındadır, bəli. Aydındır. Bəli, bəli, maddiyat. Bir dənə diqqət edin, 100 manatlıq printerlər də var, 300 manatlıq printerlər də var. 500 manatlıq printerlər də var, 1000 manatlıq printerlər də var. Hamısı qiymətdən görə fərqlənirlər. Qiymət qalxdıqca keyfiyyət yüksəlir də, aydın Bəli, məsələdir. təbii ki də. Baxırıq 41-ci suala. Mən bu 16 vur 4 deyil. Deyir də özü. Amma ki bizdən cavabı megabaytdan istəyir. Yoldaşlar, bizim sürət və zamanla bağlı olan düsturumuz var. Sürət və zamanla bağlı olan düsturumuz həcm bərabərdir V vurulsun T düsturudur. Bizə həcmi yox, elə sürət zamanı verib də, nə gözəl. Deməli 16 saniyədir, sürəti 4-dür. 16-nı vurdum 4-ə, amma sürəti mənə megabitdən istəyir. Cavabı isə məndən megabaytdan istəyir. Deməli mən burada nəsə eləməliyəm. Baxın, megabitdən megabayta keçid edərkən mega hissələrinin eyni olduğunu görürsünüz. Sizin diqqət edəcəyiniz burada yalnız bitdən bayta keçməkdir. Mega hissələr eynidir, bitdən bayta keçirsiniz. Bitdən də bayta keçəndə bölürlər 8-ə. Все, bu qədər. Deməli aldıq burada
8. Şimdi vurduq 4'ü, aldıq 8. Cavabımız oldu B variantı. Növbətə gəldim. Hə, bu gözəl sualdır. Mən plotterlər dərsini açacağam, çünki söhbət plotterlərdən gedir. Plotterlərin müxtəlif quruluşuna görə növləri var, çap məhsulunun ölçüsünə görə növləri var, özünün ümumiyyətlə növləri var. Gəlin bunları təkrar etmiş olaq. Görək plotterlərimiz hardaydı? Hə, yox, bu qrafiki planşetdir. Açsa bax burada plotterlər. Plotter nədir? Plotter deməli, çıxış qurğusudur. Printerin böyüyüdür. Daha böyük ölçülü kağızları çap etmək üçün istifadə olunan çıxış qurğusudur plotter. Plotterin çap texnologiyasına görə növləri var. Baxın, çap texnologiyasına görə növləri. Perolu qələmli, karandaş qələmli, şırnaqlı, elektrostatik, lazerli, LED və istilik ötürülməsi nəticəsində birbaşa çıxaran plotterlər. Çap texnologiyasına görə. Bizdən testdə istənilən quruluşuna görədir. Quruluşuna görə isə 2 dənə növ var. Barabanlı, planşetli. Bir də var çap məhsulunun ölçülərinə görə. Çap məhsulunun ölçülərinə görə də plotterlər 2 dənə hissədən ibarətdir. Bir daha böyük kağızları çap eləyən A0, A1 formatında olan rulon tipli plotterlər var. Bir də kağızının eni daha biraz kiçik ölçülərdə A2, A3 formatında olan planşet tipli plotterlər var. Gəlin təşkil etmiş olaq. Deməli, plotterlər 3 dənə oldu. Çap texnologiyasına görə, quruluşuna görə və çap məhsulunun ölçülərinə görə. Yaxşımı? Bizdən də quruluşuna görə, istədiyinə görə sualda cavabımız olacaqdır barabanlı və planşetdir. Oldu cavabımız burada barabanlı, planşetdir. B variantı. Növbəti 43-cü sual deyir, skanerin aktiv imkanları nə ilə ölçülür? Bu da elə skanerlər kitabda verilib deyir. Skanerlərin aktiv imkanları bir düymə düşən nöqtələrin sayıdır. DPI ilə. Dots per inch. Skanerin aktiv imkanları. Qrafik fail şəklində bir tip, bir də PSX formasında yadda saxlanılır. Bəli. Bir də digərlərində deyək. Burada cavabımız oldu C variantı. Burada oldu C variantı. Bir də LPI bəs nəyə gedir? LPI isə gedir printerlə digitizer. Bir düymə düşən xətlərin sayıdır. Printer, digitizer. Yəni LPI lines per inch deməkdir. PPI bir düymə düşən piksellərin sayıdır. TIFF genişlənmədir. Qrafika tipli raster qrafikasının genişlənməsi. PPX da ki PowerPoint-in genişlənməsidir. Baxaq 44-cü suala. Ay maşallah, nə boydadır 44. Deyir, nəsillərlə bağlı bir sualdır. Aşağıdakılardan hansı doğrudur? Element bazası, perfokartlar. Aha. Yazıb ki, 2-ci nəsil element bazası tranzistorlar yaddaş kimi perfokartlardan. Xeyr. Perfokartlar deşikli vərəqlərdir və 1-ci nəslə aiddir. A variantı yanlışdır. 1-ci nəsil böyük ölçüyə malik olub element bazası yarım keçiricilərdir. Xeyr. 1-ci nəslin element bazası olmuşdur elektron lampalar. Elektron lampa. Yaddaş kimi maqnit lentindən yox, perfokartlardan istifadə olunubdur xarici yaddaş qurğusu kimi. Y düzdür də həmən. Hələ cavabları bilmirəm, baxaq görək nə olacaq. C variantı. 2-ci nəsil element bazası tranzistor alqoritmik dillərdə mətn tipli informasiya aparat və proqram əlaqəli işləmirdi. Nəsə C variantı mənim gözümə doğru dəydi. C-ni saxlayaq, D-yə baxaq. 3-cü nəsil element bazası integral sxemlərdə ilk dəfə mətn tipli informasiyanın emalı. Xeyr, ilk dəfə mətn tipli informasiyanın emalı olubdur 2-ci nəsildə. Mən yeni deyirdim, integrala görə. Yaddaş kimi xeyr. Dedim müəllimə, dedi. Floppy disk ola bilməz axı. Yaddaş kimi floppy disklər istifadə olunmur. Yaddaş kimi SSD-lərdən, HDD-lərdən istifadə olunur. Çünki 4-cü nəsil bizim nəsildir. Biz floppy diskdən istifadə etmir, yaxın xarici yaddaş qurğusu kimi. Burada doğru C variantıdır. Aparat və proqram vasitəsi bir əlaqəli işlənmirdi, doğrudur. Əlaqəli işləyən olubdur 3-cü nəsildə. Baxaq 45-ci suala. 45-ci sualı sizdən istəyirəm. Deyir, yalnız xarici yaddaş qurğuları verilmişdir. C bəndi. Bəli, C variantı. A variantından BIOS, ROM,
Bu daxilidir. Getdi. Operativ yaddaş getdi. D variantında flash yaddaş getdi. Operativ yaddaş getdi. Y variantında da BIOS'dan ROM getdi. Bunlar daxili yaddaş qurğularıdır. Baxaq 46-cı suala. Deyir, Unicode ilə kodlaşdırılmış mətnin hər səhifəsində. Aha. Unicode deyir. Bəyatlara düstur yazdırdım. Nə düstur yazdırdım? Dedim, həcm Axırda byte 2-yə vuracağıq da. həcm byte ilə ifadə olunur. Bərabərdir. 2 vur, səhifə vur, sətr vurulsun, simvol. Bərabərdir. 2 vurulsun. 128 kimi veribdir. 2 üstündə 7 kimi yazdıq. 64 veribdir. 2 üstündə 6 kimi yazdıq. Və vurulsun 100. Aldığımız cavabı da bizdən kilobaytdan istəyir deyə, bizim də həcm baytla ifadə olunur deyə, böləcəyik 2 üstündə 10-a. 2 üstü 14. İxtisar gələcək. Bundan qaldı 2-nin kubu. 160. Yerdə qalacaq da 2 üstü 4 vurulsun 100. O da deməkdir 1600. 1600 kilobayt. Müəllim orada 2 üstü Demək, 4 qaldı. müəllimə Necə? çıxalım. Qabaqda da 2 var axı. 2 və 2-nin kubu. Orada da Oldu 1-dir 2 də üstü. yuxarı. Bəli. Həcə xanım, o 2 bayta çevirəndə 2 10-a bölünür, bitə çevirəndə 2 20-yədir də, düzdür? Yoxsa nəsə? Yox, bitə çevirəndə 2-nin kubuna bölünür. 2-nin kubuna vurursunuz. Vururum. Hə. Vurursunuz. Bitdən bayta çevirəndə 2-nin kubuna bölürsünüz. Bəs o 2.23 nə idi? Megabaytdan bitə çevirəndədir. Megabayt. Və yaxud da bitdən megabayta çevirəndə 2 üstünə 23-dən istifadə olunur. Baxaq 47-ci sualı. Bizdən tələb olunur ki, qabarət ölçülərinə və məhsuldarlığına görə. İlk öncə baxaq, demək olar ki, bu testin əksəriyyətində ikinci bölmədən salıblar. Elə bugünkü dərsimizdən bağlıdır. Qabarət ölçülərinə və məhsuldarlığına görə kompüterlər 5 növə ayrılırlar. Çox böyük kompüterlər, orta kompüterlər, mini kompüterlər və mikro kompüterlər. Görək bunu harda veriblər. Baxın, burada. Deməli, qabarət ölçülərinə və məhsuldarlığına görə kompüterin oldu 5 dənə növü. Super kompüterlər, yəni çox böyük kompüterlər. İkinci böyük kompüterlər adlanır, mainframelər də buna deyilir. Baxın, çox önəmlidir. Bəzən orada mainframelər yazır. Orta kompüterlər, mini kompüterlər, mikro kompüterlər. Bizim indi hal-hazırda istifadə etdiyimiz kompüterlər 5-cidir. Mikro kompüterlərdir. Çünki burada artıq fərdi kompüterlərdən istifadə olunubdur. Demək nə olacaqdır? Çox böyük kompüterlər, mini kompüterlər, mikro kompüterlər, bir də orta kompüterlər. Deməli olacaqdır 1, 4, 5, 8. Sonra Bir söz 48. deyə bilərəm. Bu Bəli, fərdi buyur. kompüterlər mini kompüterlərə aiddir. Onları bəs orada götürmək olar yoxsa? Xeyr, götürə bilməzsiniz. Fərdi kompüterlər ayrı anlayışdır. Fərdi kompüterlərin yaradılması kimi gedir. Mikro kompüterlər. Aha, aydındır. Təşəkkür edirəm. Fərdi Burada ölçü kompüterlər o soruşur götürülmür. da müəllim. Necə? Ölçü soruşursa Hə. ölçünü Asıl. Burada yazır ki, fərdi komitələrin yaradılmasına gətirib çıxardı. Gördün? Demirəm, fərdi komitələr adlanır. 48. Elektron poçt protokolları. Yoldaşlar, 3 dənə elektron poçt protokolu var. Bunlar POP3. SMTP, POP3, IMAP. Gəlin, bunu da təkrar etmiş olaq. Elektron poçt protokolları 13-cü bölmədədir, kompüter qlobal şəbəkəsində. Bircə saniyə. Tapaq. Nadir xanım, Bəli, buyur Həbib. üzr istəmirəm, sual istəyirəm soruşam. O 258 səhifəli kitab göndərirsiniz PDF formatda. Aha, Həmin bəli. bu testlərə uyğun misallar orada var da. Mən düzmü başa düşürəm o O kitabı? O təkcə kitabı nəzəriyyə oxusam, kitabıdır. Təkcə nəzəriyyədir. Orada yəni testlər kifayət yox. eləmir də, belə başa düşürəm. Əslində belə deyim də, sizin də atdığım testləri işləsəz, bir də ki, o Mhm. kitabı oxusaz, əla olacaq da. Yəni artıq Testlər başqa o- bir şeyə ehtiyac yoxdur. Çünki bax, Yəni- diqqət elə, mən nəyi açıramsa, hamısını kitabdan açıb göstərirəm, düzdür?
Bəli, bəli. Ona görə Hə, bu prezentasiyanı gördüm, ona görə soruşdum. Deyirəm, yəni bunlar o kitabda da 258 var. səhifəli Hə, bəli, bəli, PDF orada da var. Burada sadəcə var da. prezentasiyadan keçmişəm deyə artıq gözümün qabağındadır, gözüm alışıb. Ona görə Oldu, rahatdır sağ ol. göstərmək. Elə əsas mən bu məlumat maraqlısı oldu, sağ ol. Deyirəm Həcər xanım, bax məsələn 258 səhifəlik deyirsiz kitabdır da, əlavə də məsələlər, testlər. Bunun daha qısa konspekt formasında falan nəsə olarmı ki? Çünki həm kitab oxumaq özünüz də deyirsiz, vaxtımız da çox azdır. Həm də bu əlavə materiallar, həm tək dərs informatikada deyil. Yəni elə bir şey olsa çox yaxşı İnformatika elə olar. bir fəndir ki, nəzəriyyədir. Yəni mən durub desəm ki, sizə bunu oxumayın, gələr düşər. Onda kim pis durumda olar mən? Yəni elə bir fəndir ki, gərək oxuyasan, verdiklərimi oxuyasan. Birinci bölmə demişəm, oradan görürsüz suallar düşür. İkinci bölmə deyirəm, oradan gəlir suallar düşür. Düzdür, anlayıram. Sadəcə yəni özümü nəzərdə tuturam ki, vaxtı az olan, həm əvvəlcədən də yəni heç məlumatı olmayan adamlar üçün 2x-dan baxın, videolara 2x-dan baxın. Sonra ya başa düşmürsünüzsə 1,5x-də qoyun baxın. Sonra onun testlərini işləməyə çalışın. Həmin bölmənin testlərini. Tamam. Elə işləyin, onda artıq özünüzdə irəliləyiş hiss eləyəcəksiniz. Gördünüz ki, o da alınmır. Keçin qəbul suallarından bir-bir. Hər bölmədən fərqli-fərqli suallar var. Hə, yəni o şəkildə, Hə, tamam. çünki mən görürsüz, burada da indi hər bir mövzu barəsində danışıram. Siz oxuyanda onlar daha da tanış gələcək sizə. Elə də Hə. yadda qalır. Artıq ikinci dərsdə qoşuluram. Müəyyən şeylər tanış gəlir. Mən özümü nəzərdə tuturam ki, mən o zaten maksimal bal informatikadan gözləmirəm. Yəni 10-15 dənə yazım mənə kifayətdir. Yəni o birisi İnşallah. fənlərdən yaza bilməm. Ona görə düşünürəm ki, yəni daha az material olsa mənim əlimdə, yəni daha çox onlara fokuslanaram. Yəni belə vaxtımı da itirmiş olmaram. Ən gözəli qəbul sualları işləməkdir. Çünki qəbul sualları təkrarlanır. Birinci şansda da 20 dənə sual təkrarlanmışdı. İndi işlədiklərimizə baxın. Həm də təkrar etmiş olun. Suallar təkrarlanır. Tamam, onda o Təkrarlanan şəkildə suallar işləyirəm. Həzər xanım, Bəli. Həzər müəllimə, sizin də vaxtınızı aldım ta yenə Buyur, düzü hesab buyur, edin. yox, O narahat. sizin YouTube kanalınıza necə daxil oldum? Mən heç ora daxil olmamışdım. Elə bir dənə o kitaba bayaqdan baxırdım. Bir dənə də Tamam. sizdən o videolarınızda keçmiş imtahan misallarda varmı? Bilmirsiniz ki? Keçmiş imtahan sualları. Hə. Qəbul suallarını deyirsən? Bəli, 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 əsas qəbul Hə, sualları. var, yerləşdirmişəm. 99 orada dənə var. videonun içində onlardan var da belə çıxır ki. Hə, Yəni bəli, bəli. baxsam kifayət eləyər. Kifayət eləməz, gərək oxuyasan da biraz da. Yaxşı. Mən Tamam. prosta dedim birinci onda bu kitabınıza baxım ki 258 səhifəli. Ondan sonra da o videolar. Bu çatdıramıram. Ona Ən görə yaxşısı deyim. videoya bax, sonra dərs oxu. Video baxım sonra dərs desirəmmi? Bəli, bəli. Birinci videoya bax, O, sonra dərs oxu, sonra da testlərini işlə. o, yaxşı, sağ ol. Çünki videoya baxandan sonra kitabda oxuyanda sənə daha tanış gəlir hər şey. Eləmi? Yox. Mən birinci dedim bəlkə oxusam yaxşı olar. Onda kassavuşu Sənə video necə rahat baxsam. deyil elə. Bəlkə hərənin fərdi bir öyrənmə, belə deyək, qaydası var. Bəlkə sənə elə rahatdır. Yox, onda bu dəfə qoy sizin qaydanızla görüm sonra Əgər alınmasa öz Quran qaydan müraciət ilə get. edərəm də. Oldu, yaxşı, sağ olun. Buyurun. Belə. Elektron poçt protokolları barəsində danışırdıq. Elektron poçt protokolları 3 dənədir. SMTP, POP3, IMAP. SMTP-də SMTP sözündə send var. Send göndərir. Məktubların göndərilməsi üçündür. Baxın, göndərilməsi yazıb. POP3 məktubların qəbuludur. IMAP də POP3-ün köhnə versiyasıdır. Deməli, elektron poçt protokolları odur 3 dənə. SMTP, POP3, IMAP. Protokollar nədir? Protokollar şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir. Şəbəkələr dərsi ilə bağlıdır. Burada da cavabımız olacaqdır 1, 3, 4. Bu kitabda da var. Elektron poçt protokolları yazılıb. Baxaq. O 49-cu ikinci soru. var idi, ARP. O IMAP. ümumiyyətlə elə bir anlayış var. Mən onu birinci dəfədir görürəm elə bir. Var, IMAP. onu kodda işlədir. Yo, ikinci var müəllimə, ARP. ARP bəli var. O nəyə aiddir? AP ünvanları MAC ünvanına çevirmək üçündür. Bax, Belə ARP. bilirəm, ilk dəfə görürəm onu. Yox, ARP. Address Revolution protokol. AP ünvanı MAC ünvanına çevirmək üçündür. Hə, elə bilirəm birinci dəfədir görürəm onu. Qəribə gəldi.
Hə, dərs oxumaqdan da hamısı. Hə, çox oxuyuram müəllimə bu aralar. Hə, ona görə də. Baxaq 49-cu suala yoldaşlar. Sual gözümüzə çətin gəlir, amma bizim baxacağımız hissələr ancaq ədədlərdir. Sürəti 16 kilobit bölünsün saniyə, zaman 12 saniyə və həcm 40% azalır. Biz birinci buradan sürət və zaman varsa həcmi tapa bilərik. Bax, sürəti verib, zamanı verib. Neyniyərik? Həcmi taparıq. Həcm bərabərdir 16 kilobit böl saniyə vurulsun 12. Amma cavabı bizdən kilobaytdan istəyir. Kilo hissələri eynidir. Bitdən baytı keçəndə 8-ə bölürsüz. Böldünüz 8-ə. 16-nı 8-ə böləndə alınır 2. 2-ni də 12-yə vuranda aldıq 24 kilobayt. Həcm tapıldı 24 kilobayt. Bizə deyir ki, həcm 40% azalıb, olub 24. Əvvəl neçə idi? Əgər 40% azalıbsa, yerdə 60% qalıb da, düzdürmü? Bəli. 60% 24 olan ədədi tapacağıq. Demək, 24-ü vuracağıq 100-ə, böləcəyik 60-a. Çünki faizinə görə ədədi tapanda, ədədi vururlar 100-ə, bölürlər faiz göstəricinə. İxsalarımızı aparsaq, buradan alacağıq 40. Deməli, əvvəl 40 kilobayt olub, bunu 40% azaldıblar, ediblər 24 kilobayt. Kiməsə başa düşməlisə bu sualı bir də izah edeyim. Yaxşı. Baxaq əlliyə. Enerjidən asılı olan yaddaşlar var, enerjidən asılı olmayan yaddaşlar var. Məsələn, RAM enerjidən asılı olan bir yaddaşdır. Çünki mən indi hal-hazırda bax burada Word-dən çıxsam, bax Word-dən gəldim, çıxdım. Məlumat RAM-dan silinmiş olacaqdır. Və yaxud da ki, kompüterimi söndürsəm, bütün məlumatlar RAM-dan silinmiş olur. Yəni RAM necə yaddaşdır? Enerjidən asılıdır. Enerjidən asılı olan yaddaşlara aiddir RAM, keş yaddaş, video yaddaş, registr yaddaş. Enerjidən asılı olan yaddaşlardır. Digər yaddaşların isə heç biri enerjidən asılı deyil. Demək, enerjidən asılı olan yaddaşlara aiddir RAM, yəni əməl yaddaş, keş yaddaş, registr yaddaş, video yaddaş. Registr yaddaş ən sürətli yaddaşdır. Prosesorun daxilində yerləşir, 1 və 0-lardan ibarətdir. Keş yaddaş RAM-la prosesor arasında yerləşir. Sürətləndirmə əlaqəsini olan yaddaşdır. Əməl yaddaş RAM-ı da bilirik. Video yaddaş da alınır bu RAM. Yəni video kartıdır. Monitorun ekrandakı video görüntülərinin yadda saxlanılması üçün istifadə olunur və enerjidən asılıdır. Bayaqları sizə bir söz dedim, dedim video kart, video yaddaş, Nvidia, RTX, bax onlar da bağlıdır. Deməli, ona GPU deyilir əslində. Dərinliyə getməyək, başımızı qarışdırmayaq. Magistr proqramında yoxdur bu. Enerjidən asılı olmayan yaddaşlar. Riosimos olar olmalıdır. ROM streamer. Budadır. Daxili yaddaş istəyir, bizdən daxili yaddaş istəyir, üzülürsən. Mən oxumadım, burada daxili istəyir. Daxili yaddaşa aiddir ROM, C. Vəsə. Sonra ardıcıl müraciətli. Yoldaşlar, ardıcıl deyilərkən nə nəzərdə tutulur? Yəni, sən tutaq ki, köhnə toy kasetinə istifadə edirsən. Köhnə toy kasetlərini mən bir dəfəlik kompüterə qoşa bilmirəm. Onun üçün qurğular var. Birinci gərək aparat olsun, aparat vasitəsilə mən kompüterimə quraşdıram. Yəni, ardıcıl quraşdırılır, birbaşa quraşdırılmır. Ardıcıl müraciətliyə aiddir köhnə toy kasetləri. Köhnə toy kasetlərinin adlanır streamer. 2-yə aiddir D. Növbəti, enerjidən asılı olan daxili yaddaş, RAM-la keş yaddaşdır. 3-ə də aiddir B-yə. B və Y. Aydındır mı? HDD isə heç birindən asılı olmadı. Yəni, HDD heç birinə götürülmədi. Gəlin, ardıcıl müraciətliyini də göstərim sizə. Ardıcıl müraciətli var, bir də birbaşa müraciətli var. O da səhifə 19-dadır.
Səhifə 19 açaq. Burada xarici daşda. Birbaşa müraciətli. Yəni sən bir dəfəlik flash kartı kompüterə anında taxırsan, disklər anında kompüterə taxılır. Amma köhnə toy kasetlərini sən kompüterə taxa bilmirsən. Belə. 50-yə qədər kimisə sualı var? Müəllimə orada C bəndi deyə 7-dir. C Hansındaca? 40 50-də. 1-ə C dedik, 2-yə D yedik, 3-ə də Hə, B-yə hə. dedik. B7. Yox, B-yə. Baxırıq indi üstü 4-ə. Baxaq. Deyək ki, bir otağa gələn internet xətti. İnternet sözünün birinci burada söhbət routerdan gedir. Router. Router modemdir. Yəni, bu cür deyək də, router daha böyük ərazini əhatə edən bir modemdir. Bəlkə də siz görmüsünüz, bəlkə də görməmişsiniz. Mən sizə göstərmək istəyirəm. Birinci şansda tələbələrə göstərmişdim routeri. Hətta ikinci şansda da göstərmişəm də. Daha belə dirəkləri çox olur, güclü routerlar var. Asus'un çox qəşəng routerları var. Dirəkləri çox olan. Baxın, belə routerlar. Bunlar hamısı modemlərdir, prosto router gedir adı. Router, internet yaratmaq üçündür. Bizim istifadə etdiyimiz modemlər hansılardır? Deyə bunlardan, 2 dirəkli, zəiflərlə. Azərbaycan hələ çox güclüyə gedib çıxan bilməyib. Azərbaycan ailələri deyək. İmkan Sonra ona görə. router internet bizə verəndir, yəni modemdir. Switch nədir? Switch hub'ın ağıllı versiyasıdır. Hub'ın ağıllı versiyası deyiləndə nə nəzərdə tutulur? Hub ağılsız qurğudur. Özünə gələn bütün məlumatı bütün kompüterlərə yayır. Amma switch bilir ki, birinci kompüterdən üçüncü kompüterə getməlidir, birinci kompüterdən ikinci kompüterə getməlidir, bunları bilir. ASI modeldir, ASI modelinin 7 dənə səviyyəsi var. Repeater təkrarlayıcıdır, şəbəkə segmentlərini birləşdirir. UPS-dəki şəbəkə olmayanda enerji ilə təmin edir kompüterləri. İndi baxaq 27-ci suala. 27-də görək bizə nə deyir? Deyir ki, ilkin həcmi 44 MB olan faillərlə dolu qoldan əvvəlcə 2560 KB-lıq. Tamam. Gəlin bu məsələni həll eləyək. Məsələni həll eləyə var aranızda. 27-ci məsələni işləyənlərdən. 2560-dan 1536-nı çıxırıq müəllim. Yox, xeyr. Demək, biz burada nə edirik? 2560-dan toplayacaq 1536-nı. Alırıq 3000, yox, daha doğrusu 4096. 4096 kilobayt. Neyinir? Silinir. Amma bizim həcmimizi megabaytdan veribdir. Deməli, 4096 kilobaytı çevirəcək megabayta. Böldük 1024-nə. 4096-nı 1024-ə böləndə alınır 4 megabayt. 44-dən də çıxacam 4-ü, alacam 40 megabayt. Düzdürmü? Məsələmizi biz bu cümləyə qədər həll elədik. Sonra deyir ki, bu qovluq arxivləşdirilərək sürəti 2 megabit bölünsün saniyə olan şəbəkədə neçə dəqiqə ötürülər? Və bundan da əvvəl bizə verib ki, qovluq 25% arxivləşdirilmişdir. Əgər qovluğun 25% arxivləşdirilibsə, yerdə qalıbdır 75%. Deməli, mən 40-ın %75-ini tapacam. Buradan da 40-ı 75%-ə vursuq elə birbaşa tapmaq olmaz ki onu. 40-ı 75-ə vursaq biz daha böyük də varıq. 75%-ə, faiz işarəsini bir dəfə almış. O riyaziyyatda elə bir şey yoxdur axı. Gərək 75-ə vuraq, bölək 100-ə. Belə.
Aldıq 30 megabayt. Yəni 25% arxivləşdirilib, yerdə qalıb 30 megabayt. Sonra sürət və zamanla tapa bilərik. Həcm bərabərdir V vurulsun T düsturumuz var. Həcmimiz 30 megabaytdır. Yazım 30 megabayt. Amma sürəti mənə nə ilə verib? Megabitlə. Deməli, nə edəcəm yoldaşlar? Mega hissələri eynidir. Bitdən baytı keçəndə vuracam 8-ə. Hə, bitdən Ona bayta. görə də bir dəfəlik 30-u vururam 8-ə. 30-u vururuq nəyə? 8-ə. Vurulmadı. Bu niyə yazmadı? Gəlin burada yazıq. Hə. Demək nə dedik? Dedik. 30-u vuracaq 8-ə, bərabərləşdirəcəyik 2 vurulsun zamana. Çünki həcm bərabərdir, V vurulsun T düsturundan getdik. V-nin yerinə 2 qoyduq, həcmin də yerinə megabitdən megabayta çevirdik. Daha doğrusu megabaytdan megabitə çevirdik. Vurduq 8-ə. Buradan da T-ni tapanda alırıq 120 saniyə. Amma cavabı bizdən dəqiqə ilə istəyir. 120 saniyə isə 2 dəqiqə deməkdir. 2 dəqiqə. Olacaqdır cavabımız B variantı. Növbəti baxırıq 28-ci sual tipinə. Çox gözəl sualdır 28-ci sual. Deyək ki, 1024-ün 5 sonuncu ölçüldü raster qrafik təsvirdə 264 rəngçalarından yalnız 32-sindən istifadə olunmuşdur. Təsvirin yaddaşını hesablayın, yoldaşlar. Bizə deyək 264, düzdürmü? Və deyir yalnız 32-sindən istifadə olunubdur. Biz hər zaman burada baxırıq ümumi rənglərin sayına. Mənə lap istəyir 32-si istifadə olunsun, lap istəyir 40 istifadə olunsun, lap istəyir 63 istifadə olunsun. Baxmıram. Mən hər zaman ümumiyə baxıram. Və ümumi bizdə bildirir, böyük eni bildirir. Bunu yazdıq. Bura qədər hər şey alır. İndi piksel məsələlərinin həcm düsturunu yazırıq. Piksel məsələlərinin həcm düsturunda həcm bitlə ifadə olunur və bərabərdir A vurulsun B vurulsun N kimi yazılır. Burada A vurulsun B piksellərin sayıdır. N də bir pikselin yaddaşda tutduğu yerdir. Yəni bitdir. Yazıq. Piksellərimiz verilibdir 1024-ün 5 son 2-yə. Yəni 2 üstündə 10 vurulsun 2 üstündə 9. Amma məndə düsturda kiçik endir. Mənə məsələdə böyük eni verib. Mən böyük enindən kiçik eni tapa bilirəm. 2 üstündə n düsturundan. Burada 2 üstündə n belə deyək, bitin sayıdır. Demək, mən 2-nin üstündə 64-dür. Yəni, bax, buradakı 64-dü götürəcəm. 64-də 2 üstündə 6 deməkdir. Bərabərdir. 2 üstündə 25 bitə. Görürəm ki, 2 üstündə 25 bit cavabı yoxdur. Megabaytlardan cavablar daha çoxdur deyə, bitdən megabayta keçəndə 2 üstündə 23-ə bölürəm. 2 üstündə 25-i də 2 üstündə 23-ə böləndə qalır 4 megabayt. Olacaqdır cavabımız B variantı. Növbəti 29-cu sual. Kimsə başa düşməlisə testini izah edeyim. Nəsə qaranlıq qaldısa. Bu 2 üstündə 6-nın başa düşmədim. Mən 6-nı 2 dəfə öz-özünə 6-nı 6-ya vuranda 36 edir. 64 necə oldu? Orasını başa düşmədim. Dedik ki, bu böyük n 2 üstündə 64-dür, düzdürmü? Baxın, belə yazıram. N bərabərdir 2 üstündə 64. Düzdür? Böyük n 2 üstündə 64-dür. Məndə düsturda isə kiçik n istəyir. Kiçik n. Kiçik n hər zaman 2-nin qüvvətidir. 2-nin qüvvəti də 64-dür burada. 64-də 2 üstündə 6 deməkdir. Hələ də başa düşmədiniz? Yine Yəni, iki qüvvətləri onu üstündə- çaşdırır, onu Həcər xanım. O sizdə var idi bir dənə 2-nin qüvvətləri. Onu göndərin, ucu biləcək. Yox, onu bildim. Yəni 64, yəni 2 üstü 6
Nə bilim, altını ikidən vuranda nəsə. Baxaram yenə görüm. 2 üstündə 6, 64 deməkdir. 6 dənə İkili 2-ni altı bir-birinə dəfə vurmaq bir-birinə. deməkdir. Baxın, Yəni bu 6 deməkdir. Siz 6-nın kvadratı kimi nəzərdə tutursunuz? Mən altını vuram altı. Hə, bəli, ona görə üzürlü Hə, say. ona Hə, görə hə. deyirəm də. Yo, Hı, yo, hı, hı, mehriban. Bax, 6 dənə 2-ni bir-birinə vurursan, eləyir 64. hə, hə, hə. Onu səhv elədim. Yaxşı, Bax, çox sağ məsələn, olun. burada 1024 var, 10 dənə 2-ni bir-birinə vuranda. Hə, hə, hə. Sonra 9 dənə 2-ni bir-birinə vuranda alınır 512. Hı. Hə, oldu, bildim. Çox sağ olun. Buyurun. 29-a baxaq. 29-cu sual Word-ün printer məsələsi ilə bağlı bir sualdır. Demişdik ki, bizdə əgər hansı nömrəli səhifə, bax, səhifə nömrəsi deyilirsə, bizim baxacağımız hissələr collated, uncollateddir. Xüsusi özdə vurğulamışdım. Səhifələrin sayıdır və kopyaların sayıdır, yoldaşlar. Demək, bir daha bildirirəm. Əgər bizdən səhifə nömrələri, məsələləri istənilərsə, bizim baxacağımız hissələr collated, uncollated, səhifələrin sayı və kopyaların sayıdır. Burada indi uncollated deyir. Uncollated nə deməkdir? Hər səhifədən kopyaların sayı qədər çap edir. Yəni, bax, əgər burada bizə veribsə 1, 1, 1, 1, deməli, bu o deməkdir ki, birinci səhifədən kopyanın sayı qədər çap edir. Burada bizə nümunə kimi verib, bu 1, 1, 1, 2, 2, 2, 3, 3, 3, verməkdə məqsədi, yəni bu səhifədən kopyaların sayı qədər çıxardır. Bizə verilən səhifələr 1-dir, 5-dir və 10-dan 20-yə qədərdir. Deməli, baxın, belə olacaq. Deməli, birinci səhifədən 2 dənə çıxardacaq, 5-dən 2 dənə çıxardacaq, sonra 10-cu səhifədən 2 dənə çıxardacaq, 11-dən 2 dənə çıxardacaq, 12-dən 2 dənə çıxardacaq, sonra 13-dən 2 dənə çıxardacaq, eyni şəkildə 14 və digər səhifələr 15, sonra 16, sonra 17, 18, 19 və 20. Hər səhifədə nə qədər çıxartdı? 2 dənə. Deyirsiniz ki, bəs, müəllimə, uncollected da nə üçün 3 dənə 1 verib, 2 dənə, daha doğrusu 3 dənə 2 veribdir. Onu nümunə üçün sənə verib ki, bax, bu ardıcıllıqdan gedir. İndi bizdən də deyir, 17-ci çap vərəqində. Gəlib başdan sayırsınız. 17 hara düşsə, həmin səhifə nömrəsini çapa verəcək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Gəl düşdü hara? 16-ya. Deməli, 16, belə də 17-ci çap vərəqində 16 səhifəli 16-cı səhifəsi olacaqdır. Necə? Baxın belə. Dilim çarıqdır. Bax, bu mənim 17-ci A4 vərəqimdir. Səhifə nömrəsi olacaqdır 16. Bu cür. Səhifə nömrəsi aşağıda yazılır. Belə qoyaq. Bu da mənim 17-ci A4 vərəqimdir. 17-ci A4 vərəqimin səhifə nömrəsi olacaqdır 16. Başa düşdük? Tamam. İndi baxaq. Deməli, 30-cu suala. Deyir, atribut anlayışı nədir? Atribut anlayışı budur ki, cədvəlin sütun başlıqları. Bu da bizim verilənlər bazası 10-cu bölmənin dərsidir. Qoy, onu da açaq. Verilənlər bazası dərsidir. Və burada vardı belə bir cədvəl. Keçən dərsdə bunu açmışdıq. Relyasiya modeli. Relyasiya modelində vardır atribut. Atributlar cədvəlin sütun başlıqlarının adlarıdır. Yəni, baxın, bunlar da atributlar. İş nömrəsi, soyadı, atasının adı, universitet, məntiq, informatika xaricidir. Bir sözlə, cədvəlin sütun başlıqlarının adlarıdır. Sütun başlıqlarının adları haradadır? C variantında. Sonra, baxaq 31. Gəldi 31. Digər variantları da görək nə veriblər. Baxın, uşaqlar. Control kursoru hərəkət etdirir. Shift seçir. End də sona qədər gedir. İndi biz bunları birləşdirsək üçünü, olacaqdır kursor
sənədin sonuna qədər seçim edir. Bir daha bildirdim. Kontrol kursoru hərəkət etdirir. Bu hərəkətdir, yəni kontrol edir. Shift seçim edir. End də sona qədər. İndi bunları birləşdirsək, olacaqdır. Sənədin sonuna qədər seçim edir. Kursor dayandığı yerdən sənədin sonuna qədər seçim edir. D variantına baxaq, kursorun dayandığı yerdən abzal sonuna qədər. Yox, sənədin sonuna qədər hardadır? D variantında. Kursor dayandığı yerdən sənədin sonuna qədər seçim edir. Bu nə deməkdir, uşaqlar? Belə bir sənəd açmışam sizin üçün və gəlirəm kursorumu qoyuram bu hissəyə. Qoydum. Və Ctrl Shift Endi klikləsəm, kursor dayandığı yerdən, bax burada dayanmışdı da mənim kursorum. Kursorum bax burada dayanmışdı. Buradan ta ki sənədin sonuna qədər seçim etmiş olur. Əgər Ctrl Shift Home-u bassam, yəni kursorumu bax burada qoyuram Ctrl A-nın yanına. Ctrl Shift Home-a basanda isə sənədin əvvəlinə qədər dayandığı yerdən seçim etmiş olur. Bax, dayandığı yerdən sənədin əvvəlinə qədər seçim etmiş olur. Demək, biz burada nə öyrəndik? Biz burada öyrəndik ki, Ctrl hərəkət etdirir, hərəkət, kursoru hərəkət etdirir, Shift seçim edir, bax, bu önəmlidir. End də sənədin sonuna qədər. Sənədin sonu. Deməli, sənədin sonuna qədər hərəkət etdirərək seçim edir. Bu qədər. Gəldi 32-ci suala. 32-ci sual əvvəlki versiya ilə bağlıdır. Ona görə 32-ci sualı deməyəcəm. Xana daxilində bir neçə sətirdə yerləşən işarə hansıdır? Bu wrap text əmridir, amma köhnə versiyada yazılıbdır. Ona görə də 32-ci sualı demirəm. Wrap text dediyimiz, baxın, Excel-də budur. Biz keçən dərs belə bir ifadə yazmışdıq ki, imtahan mayın 17-sidir. Bir xanaya sığmadığına görə biz həmin ifadəni bir neçə sətirdə yazdıq xana daxilində. Belə bir ifadə yazıram mayın 17-si imtahandır. Orada B variantına uyğun deyil idi, Həcər müəllimə. İndi gözlə deyəcəm. Bax, bu ifadə görürəm ki, xanaya yerləşmir. Alt enter düymələrindən keçirtdim, aşağıda yazdım. Bu wrap textdir. Bax, bu əmrdir. Bax, budur. Wrap text. AB belə sığ yazılır. Wrap text. Hansı variant deyirsən? B müəllimə, B oxşardı. B oxşardı, amma ki, görsən həmin bizə düşən versiyada elə yazılmırdı. ABC gərək yazılsın. Bir dənə B Düşür variantı aşağıda. oxşardı. Düşür aşağı. Çatmır, düşür aşağı. Hə. Amma bu 2019-da belə deyil də. 2010-da belədir. Belə. İndi baxaq, Lent qrupu hansı taba aiddir? Aha, bu da qəşəng sualdır. Yoldaşlar, PowerPoint proqramında Timing Lent qrupu 2 dənə tabda yerləşir. Bir Transitions tabında, bir də Animations tabında. Transitions var, Animations var. Transitions tabında da Timing Lent qrupu var. Baxın, bu hissədə yazıb Timing, yəni zaman. Həmçinin Animations tabında da Timing Lent qrupu var. Bəs bunların fərqi nədir? Timing Lent qrupunda əgər Reorder Animation, bax, burada animasiya sözü var. Deməli, bu animasiya tabında yerləşir. Amma Transitions tabında isə animasiya sözü yoxdur. Yazıb elə Advanced Slide. Deməli, bu Transitions tabındadır. Əgər harada animation sözü varsa, bil ki, o Animations tabındadır. Ona görə də gəlirəm, sualıma baxıram, görürəm ki, burada animation sözü yoxdur. Deməli, avtomatik olaraq hansı tab oldu? Transitions tabı. Sonra gəldik Ola texnologiyası. Ən çox sevdiyim o texnologiya. Ola texnologiyası. Ola texnologiyası bir proqramın daxilində başqa bir proqramı açmaq üçündür. Olacaqdır A variantı. Məsələn, gəlirəm Word-un daxilində Excel açıram. Bu mənim Word-umdur.
Insert tabına daxil olacağam. Buradan object əmrindən kliklədim və bunun daxilində Excel açıram. Word-un daxilində Excel açılır. Baxın, sənəd Word sənədi deyil, amma daxilində Excel açıldı. Bu adlanır OLED texnologiyası. OLED. Bir proqramın daxilində başqa bir proqramla işləmək üçündür. Buraya yazdıq 67, buraya yazdıq 78. Həcər xanım, üzr istəyirəm. Bu Word-ü Bəli. açdığım vəziyyətdə bu Excel-ə girə bilirsən? Yəni Bəli. onun hansı funksiya ilə giriş olur? Yəni o qədər. Insert-dən, insert tabından. Word-də insert tabından Ha, pis. object əmri var. Bu yalnız OLED texnologiyasını dəstəkləyən bir əmrdir. Pis, başa düşdüm. Belə. Yəni obyektin digər proqramlarla birgə işləməsi üçündür. Sonra baxdıq 35-ci suala. Həkim proqramların digər funksiyası nədir? Gəlin 4-cü bölməni açaq. 4-cü bölmə dediyimiz kompüterin proqram təminatıdır. Biraz antivirusların növlərinə baxaq. Görək antiviruslar hardasan? Antiviruslar. Buradasan, bəli. Antivirusların 5 dənə növ var. Bunlar filtrlər, detektorlar, həkim proqramlar, müfəttişlər, vaksinlər və yaxud da ki, immunizatorlar. Filtrlər nədir? Təhlükəli əməliyyatlara nəzarət edir. Bu proqrama Antiviral Toolkit Pro Monitor aiddir. Detektorlar. Detektorlar RAM-da və xarici qurğularda yalnız onlara məlum olan virusların axtarışını təmin edir. Həkim proqramlar. Antivirusun aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir. Müfəttişlər cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Buna aid olan proqram ADINF proqramıdır. Vaksinlər və yaxud da ki, immunizatorlar vaksinləşdirmə yolu ilə virusların qarşısını alırlar. İndi baxsaq, bizdən həkimləri istəyir. Həkim nəyə aid oldu? Virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə aid oldu. Bəs birinci nədir? İcra olunan proqram rezident proqram ilə diskin yüksəlici sektoruna nəzarət edir, təhlükəli əməliyyatları istəyir. Təhlükəli əməliyyatları nəzarət edən alanı filtrlər. Deməli, birinci aiddir filtr. Bəs B variantı nəyə aiddir? Əməliyyat daşda xarici qurğularda virusların axtarışını təmin edən detektorlardır. Sonra cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edən müfəttişdir. Vaksinləşdirmə yolu ilə də olacaqdır. İmmunizatorlar, immunizator da yazılır. İmmunizatorlar və ya vaksinlər. Və ya vaksin. Biraz xəttim pis olur. Amma ən azından deyirəm, qulaq yaddaşından yadda saxlamaq olar. Baxaq 36-cı suala. Deyir ki, blok sxemdə bizdən ümumiyyətlə soruşur ki, verilən bu algoritmdə şərt blokunda neçə dəfə istifadə olunacaq, yoldaşlar. Biz burada baxırıq şərt hissəsinə. Böyük bərabərdir, kiçik bərabərdən heç olmasa bir iştirak edirsə, avtomatik olaraq cavabımız olacaq 1. Bu onun qaydasıdır. Bu qaydada algoritmlə dərsi ilə bağlıdır. Algoritmlər bundan əvvəldir. Yoldaşlar, mən indi onun sizə blok sxemini quracağam. Məğzini başa düşün, yəni əzbərləməyin. Səhifə 42-də algoritmlər dərsində belə bir ifadə verilibdir. Şərt bloku nə zaman bir dəfə yoxlanılır, şərt bloku nə zaman 2 dəfə yoxlanılır. Şərt bloku dediyimiz rombdur. Bu romb. Şərt bloku o zaman bircə dəfə yoxlanılır ki, əgər şərtdə böyük bərabərdir, kiçik bərabərdirdən heç olmasa bir iştirak edirsə, şərt bloku bir dəfə yoxlanılır. Qalan bütün hallarda isə şərt bloku 2 dəfə yoxlanılır. Baxın, burada böyük bərabər və yaxud da ki, kiçik bərabər işarəsini görmürsünüz. Ayrı-ayrılıqda böyük bərabər, belə böyük bərabər, kiçik bərabər.
Böyükdür, kiçikdir işarəsiz bu cür görürsünüz. Amma bu ikisi artıq bircə istifadə olunanda bunda şərt bloku bir dəfə yoxlanılır. Gəlin blok sxemini quraq. Deyir ki, əgər şərtin ödənsə, x 8-dən böyük olsa, 3x plus 9-u topla. Gəlirəm, qururam ilk öncə. Verilərimi daxil edirəm. Verilən x-də daxil etdim. Gəlirəm, şərt qururam. Deyirəm ki, əgər bu x ədədi 8-dən böyük bərabərdirsə, get həyə və hesabla 3x toplansın 9-u. Başqa hansı qalır? 8-dən kiçiklər qalır da, düzdürmü? O zaman gedir yoxa və hesablayır x kvadratı toplansın 2-ni. Bundan sonra da gedir çapa. Biz şərt blokundan, yəni rompdan cəmsi bircə dəfə istifadə etmiş olduq. Cavabımız oldu Y variantı. Bu qədər. Şərt ödənsə qarşısındakı əməliyyatı yerinə yetirir, həyə gedir. Ödənməsə də yoxa gedir. Bu qədər. O qısa halını demişdiniz. Baxaq 37-ci suala. 37-ci sual yenə də aiddir protokollara. Bu protokol ISMP protokol olmalıdır. ISMP. Bəs bu harada yazılıbdır? Yenə də PowerPoint-a daxil olaq. Bunu da göstərək sizə. Elə həmin ISMP. Baxın. Protokollarımız var yenə. ISMP protokolu. Deyir, AP marşrutizatorlara və şəbəkənin əsas komitələrine səhvlər haqqında məlumatların idarəedici informasiyanın göndərilməsi xidmət edir. Bu da aiddir ISMP protokoluna. Səhvlər haqqında məlumat, idarəedici informasiyanın göndərilməsi xidmət edən protokoldur. Növbəti 38-ci sual. Deyir, rent qrupunun təyinatı nədir? Tracking. Tracking izləmədir. Bu kim idi? Bayaqları adı yadımdan çıxdı. Dedi ki, bəs Word-də işləyib çox, onu görə bilir. Oğlanlardan biri idi. Adını unuttum. Fərid idi. Fərid idi. Bəli, nə deyirsən ana? Hə, Fərid, səndən istəyəcəm. De görüm Bəli. mənə. De görüm mənə. Review tabında olan bu tracking əmrinin funksiyası nədir? Deyildi. Tracking. Nə deməkdir? Çapa vermə deyil, yox. Yox, tracking nədir? Dəyişiklikləri izləmək. Sağ ol, bəli, Yox. dəyişiklikləri izləmək. Track changes. Neyniyir? Dəyişiklikləri izləyir. Düzdür? Hə. İndi B bəndidir bizdən orada. istənir ki, necə? B bəndidir orada. C? B. B variantı, bəli, doğrudur, B variantı. Mütəxəssislər öz aralarında sənədlər üzərində müəyyən düzəlişlər apararaq fikir mübadiləsi etməsi üçündür, doğrudur. Tracking izləyir, nə izləyir? Tutaq ki, mən bir sənəd üzərində işləyirəm və sənədimi atıram başqasına. Həmin insan da mənim sənədim üzərində bəzi dəyişikliklər edir. Sonra həmin dəyişikliklər üzərində fikir mübadiləsi apara bilərik və yaxud da izləyə bilərik. Yəni bu deməkdir, tracking. Olacaqdır B variantı. Bu da kitabda var. A variantı yanlışdır, deyil izah vermək üçün düzəlişə aparan bir sənədi müqayisə etmək. Bir neçə sənədi müqayisə etmək, bu yanlışdır. Sənə işləyən kimi böyük həcmli, xeyr, yanlışdır. Səhifələr nömrələr, bu da yanlışdır. Qalır B variantı. Müəyyən düzəlişlər apararaq fikir mübadiləsi etməsi üçündür bu tracking. Gəldik 39. Deyir, kompüter qurğularının növlərinə əsasən uyğunluğu müəyyən edin. Bayaqları elə mən Fəridi sorğu-sual edirdim. Dedim ki, printerin növləri hansılardır, skanerin növləri hansılardır. İndi baxaq. Skanerin 2 dənə növü var. Əl ilə işləyən skanerlər, stolüstü skanerlər. Stolüstü skanerlərin özündə 3 dənə növ vardır. Bunlara aiddir flatbed skanerlər, overhead skanerlər və sheetfed skanerlər. Hər birində özünün özəlliyi var. Məsələn, biz yenə də ikinci bölmədən,
Deməli, bax, stolsuz skanerlərin növləri hansılardır? Flatbed, sheetbed, overhead. Gəlin bunlardan bir-bir tanış olaq. Deməli, flatbed skanerlər digərlərinə nisbətən bahadır. Yəni, bu digərlərinə nisbətən bahadır. Ağıllı skanerlərdir. Kağızı qoyursan içinə, avtomatik məlumatları daxil edir kompüterə. Sheetbed skanerlər. Budur. Bura sən nazik ölçülü kağızlar əlavə edə bilirsən. Nə kitab əlavə edə bilmirsən, nə jurnal əlavə edə bilmirsən, olmur. Bu overhead skanerlərdə lazerdən qəbul edir. Baş ayaq yerləşdirilir. Overhead, yəni baş ayaq deməkdir. Deyir sürədə köçürüləcək baş ayaq yerləşdirilir. Skanerin digər hissəsi də bunun üzərindən məlumatı oxuyur. Və qurğu vasitəsilə əlaqələndirici vasitəsilə kompüterimizə daxil edir. Ona görə də skanerin növünə aid oldu flatbed skanerlər. Biri aiddir A. İndi baxaq printerə. Printerin dedik 2 dənə növ var. Zərbəli printerlər, zərbəsiz printerlər. Zərbəli printerlərə aiddir literlidən matrisli. Bu aiddir zərbəli. Yəni zərbə nəticəsində simvollar çap olunur. Köhnənin printerlərdə indiki zamanda heç istifadə olunmur. Bir də var zərbəsiz printerlər. Bizə ədəbi çeklərini verən, gündəlik istifadə etdiyimiz printerlər artıq adlanır zərbəsiz. Zərbəsiz. Yəni zərbə nəticəsində çıxmır. Şırnaqlı printerlər rəngli kağızları çap eləmək üçündür, şəkilləri çap eləmək üçündür. Lazerli printerlər günümüzdə istifadə olunan ağ-qara rəngli kağızları çıxaran printerlərdir. Termiki printerlərdəki hamımız gündəlik görürük. İstilik hesabatı nəticəsində simvolları çap edir. İndi növlərini bildik. Printerin növləri oldu matrisli, literli, şırnaqlı, lazer, termiki. Demək, printerə aiddir şırnaqlı ilə termiki. B, D. Monitorun növlərinə də LCD monitorlara aiddir. Bir də elektron şüa borlu monitorlara aiddir. 3-ə də aiddir C-yə. Deməli, 1A, 2B-də 3-ə də C-yə. Oldu Y variantı. Növbətə baxaq 40-cı sualı. 40-cı sualda yenidən keçən dəfə bildirmişdik, bu dəfə də bildirək. Formalar nə üçündür? Formalar var idi, sorğular var idi, hesabatlar idi. Sonra var idi modullar, makroslar. Yenə də verilənlər bazası bu dərs. 10-cu bölmə. Açdıq və göstərək. Burada formalar nə üçündür? Cədvəllərə məlumatın daxil edilməsi və ona baxmaq üçün istifadə olunur. Açıq Access dərsini. Bu Access və Create eləyək, səndimizi yaradaq. Buradan Create hissəsində formalar var. Bax, formalar. Formalar nə üçündür? Sənədə baxış üçündür. Məlumatların daxil edilməsi və sənədə baxış üçündür. Sən də buradan baxırsan. Bu belə. Ona görə də cavabımız olacaqdır. Onlara baxış üçün bir B variantı. Sonra 41-ci sual. 41-ci sualda yadda saxlamaq lazımdır ki, bizim baxacağımız hissələr genişlənmədir. Genişlənmə. Genişlənmə nöqtədən sonra gələn hissədir. Baxın, burada veribdir nöqtə. Nöqtədən sonra gələn hissə artıq adlanır genişlənmə. Deyir ki, bu proqram nəyə aiddir? PPT-xı PowerPoint-in genişlənməsidir. Genişlənmələri bilmək üçün də bölmə 5-i işləmək lazımdır. Bölmə 5-i öyrənmək lazımdır. Bölmə 5 adlanır əməliyyat sistemləri dərsi. Əməliyyat sistemləri dərsində bütün hamısının genişlənməsi verilmişdir. İstəyirəm, tanış olaq. Səhifə 61-də. Bunlar genişlənmələrdir. Və HTML nə idi? PowerPoint anı. PowerPoint. PPT-xı. Təqdimat faillərini göstərir. PPT. PowerPoint-in genişlənməsidir. Olar bir dənə sual vermək. Bəli, buyur. Bu testdə PPSX deyilən bir genişlənmə də var idi PowerPoint-un. Bəli. Nədir? O nədir? PPSX-ı sən PowerPoint-də olan slaydları video kimi yadda saxlayırsan, nümayiş rejimində yadda saxlayırsan. Normalda biz videolara baxırıq da, düzdür, kəsintisiz gedir. Düzdürmü?
Bir var slaydları çevirəndə bir-bir sən klaviatura düyməsindən çevirirsən sağa-sağa edərək. Bax bu cür. Hı -hı. Bir də var ki, sən bunu video kimi yadda saxlayırsan, özü avtomatik çevrilir. O da Hə, olur, müddət qoyursan. bəli, bəli. O da olur recordingdən save as show, yəni video kimi yadda saxlayırsan. PPS-xı nümayiş kimi yadda saxlayırsan. Artıq sən həmin sənədi açanda PowerPoint-da açmır. Video kimi açır. Qalereyaya gedir, təsəvvür elə videonu. Yaxşımı? Aha, başa düşdüm. Çox sağ ol. Belə. Baxaq 42-ci suala. Fərdi kompüterlər mini elektron hesablam maşınlarının bir sinifidir. Mikro. Xeyr, yanlışdır. Burada mini yox, nə yazılmalıydı? Mikro. 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 Ona görə də birincini çıxdıq cavablardan. Sonra plotter böyük həcmləri şəklində yüksək çevir çapa verən. Bəli, plotter barəsində bayaqları danışdıq. Düzdür. İkinci düzdür. Dedik ki, böyük ölçüdür. Kağızları çapa verib printerin böyüyüdür. Sonra üçüncü, prosesin tak tezliyi və zaman demək bitlərin miqdarı. Xeyr, yanlışdır. Prosesorun tak tezliyi bir saniyədə yerinə yetirə bildiyi əməliyyatların sayıdır. Bitlərin Bəli, bir saniyə. alınır mərtəbəlilik. Bitlər sözü var idisə, mərtəbəlilik sözünü bilmək lazımdır. Sonra dördüncüyə baxaq, streamer informasiyanın maqnit lenti. Bəli, streamer köhnə toy kasetləridir. İnformasiya maqnit lenti üzərində yazılır. Xarici addaş qurğusudur. 4 doğrudur. Deməli, 2-4-ü yazaq bir kənara, hələ ki, 2-4 doğrudur. C-ni çıxaq. Periferik qurğularının işini idarə edən mikrosxemlər driverlərdir. Xeyr, driverlər proqramlardır. Mikrosxemlər isə adlarını kontrol edirlər. Kontroller. Deməli, 5 də yanlışdır. Avtomatik olaraq 6 doğru olur. ROM enerjidən asılı deyil, düzdür. Aha, düzdür. ROM-da informasiya daimi olaraq yadda saxlanılır. 2, 4, 6 doğrudur. Baxaq 43-ə. Deyir ki, hansı şablon formatlı faylı əks etdirir? Excel-dən bağlı bir sualdır. Bizim burada baxacağımız hissələr genişlənmələrdir. Nöqtədən sonra gələn hissədir. Excel-in şablonların genişlənmələri template. Şablon ingiliscə template deməkdir. Template. Template də alana xılıtxı. Xılıtxı. Yəni genişlənməsi o xılıtxı. Xılıtxı Excel-in özünün genişlənməsidir. Amma şablonun genişlənməsi isə olur xılıtxı. Olacaqdır cavab B variantı. Xılısmı əlaqəsizdir, bunlar da əlaqəsizdir. Belə. Mən Word-də doc olan kimi də docx. Docx olurdu Word-də də docx şablonun genişlənməsi. Bəli. Baxaq 44-cü sual. 44-cü sual alqoritmlə bağlı bir sualdır. Deyir ki, alqoritmin çıxış qiymətini nəyə bərabərdir? Heç nə işləyək. A-nın qiymətini 10 verib, B-nin qiymətini 3 verib. Gəlirəm ROMB-da şərtimi yoxlayıram. Deyir ki, B-nin qiymətinin yerində 3 durur. 3 kiçik bərabərdirmi 9-dan? Bəli. Düşdük həyə. A bərabərdir, B-nin kvadratını hesabla. A-nın yerində 10 durur, B-nin yerində 3 durur. 3-ün kvadratı da bizə verir 9. 10-dan 9-u toplayacaq, alacaq 19. Düşdüm aşağıya. B-nin qiymətini 3 gəlir. B-nin qiymətinin yerində 3 durur. 3-dən 3-ü topladım, aldım 6. Düşdüm aşağı, qalxdım yuxarı, yenə də gəldim şərt blokuna. Bu dəfə B-nin yerində isə durur 6. Deyir, 6 kiçik bərabərdirmi 9-dan? Bəli, yenə də düşdük həyə. Və artıq A-nın son qiyməti 19-dur. Buradan kənardan hesablayıram. Alıram 19. Buna nə oldu? 19 toplansın B-nin kvadratı. B-nin də son qiyməti 6-dır. 6-nın kvadratı. Bu bizə nə verir? 36, 36 ilə də 19 toplayanda 55. Aldıq 55. Və B-ni 3 faidə artırdım, aldım 9. Yenidən düşdüm aşağı, qalxdım yuxarı. Bu dəfə B-nin yerinə qoyuram 9. 9 kiçik bərabərdirmi 9-dan? Bəli, düşdüm həyə. Bu dəfə A-nın son qiyməti 55-dir. Toplayacaq B-nin kvadratı ilə.
B-nin də son qiyməti 9-dur. 9-un kvadratı alınır 81. Hı hı. Bərabərdir. 55 ilə 81-i toplayanda alırıq 136. Olsun. 136 alırıq da, düz dedim. Bəli, düzdür. 136. Hə. Vəsə. İndi B-dən 3-ü topladım, 9-dan 3-ü topladım, aldım 12. Düşdüm aşağı, qalxdım yuxarı, B-nin artıq yerinə qoyacaq 12. 12 kiçik bərabərdim 9-dan? Yox, getdim yuxarı. A-nın son qiymətini almışdıq 136. Deyək ki, A ilə 4-ü topla. 136 ilə də 4-ü toplayacağıq, alacağıq nə? 140. Və deyər A-nı ver çapa, A-nın da qiyməti olacaqdır 140. Sonra baxaq 45-ci suala. Bunlar belə. Deyək ki, verilmiş üç ədəd arasında hansı münasibət doğrudur? Verilmiş üç ədəd arasında. Hamısını onluğa çeviririk müəllimə, Hamısını onluğa yoxsa çevirək. Hamısını onluğa çevirək. Say sistemləri ilə bağlı bir dərsdir, onluğa çevirmək lazımdır. Birinci A üçün yazaq. 1, 1, 0, 0, 1, 0, 1, 1. İkilikdə verilib. Bunu çevirək onluğa. Bütün say sistemlərini onluq say sisteminə keçirəndə sondan başlayıb sıfırdan nömrələyirsiniz. Və əmsal vurulsun indeksinin qüvvəti üsulundan istifadə edirsiniz. Yəni, 1 vurulsun 2-nin üstünə 7. 1 vur 2 üstündə 7. Toplansın. Əmsal vur indeksinin qüvvəti 1 vur 2 üstündə 6. 1 vur 2 üstündə 6. Toplansın. 0-ı nəyə vursaq 0 verəcək deyə 0-ların üstünə xətt çəkdim. Sonra 1 vur 2-nin kubu. Toplansın. 1 vur 2 üstündə 1. Və toplansın 1 vur 2 üstündə 0. Bunu hesablayaq. 2-nin üstünə 7 bizə verir 128. Toplansın 64. Toplansın 8. Toplansın 2. Toplansın 1. Toplayanda nə alırıq? 192, 200, 202, 203. Alırıq 203. Onluqda. Buradan alında 203. Yəqin ki, düz hesapladım da. Siz də bir dənə hesablayın. Bəli, müəllimə, düzdür. Düzdür? Tamam. İndi C-ni yoxlayaq. C də 16-lıqda verilibdir. Çünki B 10-luqda verilibdir, onu hesablamıram. C bərabərdir D 0 16-lıqda. Dedik ki, 16-lıqdan 10-luğa keçəndə də qayda eynidir. Sondan başlayıb 0-dan nömrələmək lazımdır. Yazıq 0-1. D bildirir bizdə 13-ü. Deməli olacaqdır. 13 vurulsun 16 üstündə 1. 0-ı da nəyə vursaq 0 verəcək deyə hesablama zamanı nəzərə alınmadı. 13-ü 16-ya vuranda 130 olsa. 208. 208. Aşıq olun. Aldıq buradan 208. Onluqda. Deməli, bu da bizə verdi 208 onluqda. İşte bundan sonra müqayisə edirik. Üzr istəyirəm, 13-ü hardan aldıq? Bax, orada qaldım. 3 nədir? 13-ü D. O nəyin Hə, qiyməti? 16-lıq say sistemində A 10-u bildirir, B 11-dir, C 12-dir, D 13-dür, Y 14-dür, F də 15-dir. Bu 16-lıq say sisteminin qaydasıdır. Anladım. Ona görə də 13 olur burada. Okay, F-dən sonrası yoxdur. Xeyr, 15-ə qədərdir. Çünki Hə, tamam. 16-lıq say sistemində olan ədəd 15-ə qədər alır qiymətləri. Aha, tamam. Gəlin müqayisə edək. Burada ən kiçik hansıdır? B. Deməli, B kiçikdir A-dan, o da kiçikdir C-dən. D variantı. Sonra 46. Qrafik tipli faylları müəyyənləşdirin. Tip raster qrafikasıdır. Deməli, bir düzdür. CorelDRAW vektor qrafikasıdır. Doğrudur.
Xılısı Excel'in genişlənməsidir. Aid deyil. Dot Word'un genişlənməsidir. Pod PowerPoint'in genişlənməsidir. BMP aiddir. 7 aid deyil, ona görə ki, MDB verilənlər bazasının genişlənməsidir. Ona görə cavabımız olacaqdır 1, 2, 6. Yəni, bu genişlənmələr də bayaq açdığım əməli sistemləri dərsində var. Növbətə baxaraq 47-ci suala. Deyilir ki, axtarış sistemlərinin əsas xarakteristikaları hansılardır? Axtarış sistemlərinin əsas xarakteristikaları. Bu da qlobal şəbəkələr dərsinin mövzusudur. Qlobal şəbəkələrdən açıram axtarış sistemlərini. Əsas xarakteristikası cəmsi 5 dənədir. Biz axtarış eləyəndə bizim qarşımıza çıxan necə informasiya olmalıdır? Tam informasiya olmalıdır. Dəqiq informasiya olmalıdır. Aktual, yəni cari anda istifadə olunan informasiya uyğun olmalıdır. Arama sürəti, yəni axtarış sistemi dediyimiz Google Chrome, sonra Google'un özü, Yandex, onun arama sürəti yaxşı olmalıdır. Yəni informasiyanı anında tapmalıdır və əyani olmalıdır. Bu tamlıq, dəqiqlik, aktuallıq, arama sürəti və əyanilik. Gəlsək, baxsaq görək nələr var? Dəqiqlik, aktuallıq, əyanilik. Dəqiqlik var idi da. Tamlıq da var müəllimə. Tamlıq hanı? Hə, tamlıq da var. Tamlıq da var. Adekvatlıqdan obyektidir, informasiyanın xassələrindədir. Demək olacaqdır 1, 2, 4, 6. Növbəti 48-ci sual. Excel'in sualıdır. Deməli, bizdən tələb olunur ki, C11 xanasında göstərilən düstur C12 xanasına köçürüldükdən sonra C13 xanasında alınan nəticəni tapın. Yoldaşlar, bu bizim C11 xanamızda verilən düsturdur. Tələb olunur ki, C12 xanasına köçürülmək lazımdır. Baxaraq ki, sütun hissələri eynidir. Dəyişən nədir? Sətirlərdir. 11-dən köçürülüb 12-yə isə deməli sətrimiz 1 vaid artmışdır. Və olacaqdır. B 13, çünki B'lər qalır. Sütunlar qalır, sətir 1 vaid artır. 12 olacaq 13. Çıxılsın. Nəyin qabağında dollar varsa o dəyişməzdir. Dollar A, dollar 11. Bunu hesablayaq hər ikisini də. B 12-nin yerinə durur 7. Yox, hesab yazdım. B 12 deyir. 5 durur, 5. Çıxılsın A 11. A11-in yerində durur 3. 5-dən 3 çıxanda qaldı 2. Növbəti. B13-ün yerində durur 6. A11-in də yerində durur yenə də 3. Aldım buradan 3. Sonra bizə deyir ki, average A1-dən C12-yə qədər hesabla. A11-dən buradır, C12-də bax buradır. Buradakı ədədləri götürəcəm. Bizim ədədlərimiz Ədəd ortanı deyir müəllimə. Bəli, average ədəd ortadır. Average nədir? Ədəd orta. Ədəd orta, ədədlərin cəmi bölünsün. Toplayıb böləcəyik sayına. Sayına, bəli, ədəd orta. Deməli, bizim ədədlərimiz burada hansılardır? 3-dür, 7-dir, 5-dir, 5-dir, 2-dir, 3-dür. Bəli. Olacaqdır 3 toplansın 7, toplansın 5, toplansın 2, toplansın 3, bölünsün sayı. 5. 5'e. Cavab 4. 3-dən 7, 10, 15, 17, 20, 20-ni də 5-ə böləndə alırıq 4. Deməli, cavabımız 4-ə bərabər imiş. Belə. Dırnaq İndi içərisində olanlar alıb onu nəzərə almırıq da. Hayır, bəli, onu deyəcəksin Mətn ki, tiplidir. bəli, yoldaşlar, əgər cədvəl daxilində dırnaq arasında ifadə verilibsə, bilin ki, bu ədəd yox, mətndir. Mətn. Əgər ki, funksiya daxilində dırnaq arasında mətn versəydi, yəni bu average'in daxilində dırnaq arasında ifadə versəydi, o olardı ədəd. Yəni bunları bilək. Əgər cədvəl daxilində dırnaq arasında ifadə verilirsə, o olur mətn. Amma funksiya Bir də daxilində sayılı dırnaq verir müəllimə. Count A-dır, count yoxsa count Count idi. A-da sayılır. Count A-da ədəd də sayılır, mətn də sayılır. Mətn də sayılır.
Hər ikisi də sayılır. Count A-da bütün simvollar sayılır. Count A-da bəli, hər şey, bütün dolu xanaları sayır. Verilən diapazonda ya verilən xanalarda. Baxaq 49-a. Xanaların sayını sayır da, düzdür? Yoxsa Dolu oradakı xanaların sayı, simvolları dolu sayır. xanaların sayı. Aha, o xananın Simvolların sayını sayır. sayını tapan lendir. Aha. Yəni Len tutaq ki, bizə funksiyası. average kimi versə, onu verə bilməz də. Biz mətni necə sayarıq? Lendə len Yox, funksiyasında məsələn, count-da. count Count A-nı say. verə bilər. Count A. Count A-nı versə, sən verilmiş diapazon üzrə bütün dolu xanaları sayırsan. Dolu xana Hə. dediyim nədir? Lap istəyir neçə dənə simvol olursa olsun, fərqi yoxdur. Doludursa həmin xana, həmin xanada ifadə varsa onu sayır. Bir kimi Hə, sayır. lendə də simvolları sayır. Bəli, len isə sırf simvolları sayır. Okay. Deyir, sənədin adında maksimum neçə dənə simvol ola bilər? Ümumiyyətlə, belədir ki, fayl və qovluğun adında Windows əməliyyat sistemində maksimum 255 dənə simvol olur. Lap istəyir burada Word olsun, lap istəyir Power olsun, lap istəyir Excel olsun, lap istəyir adi bir sənəd olsun, fərqi yoxdur. Maksimum 255 dənə simvoldan istifadə oluna bilər. Bu Windows əməliyyat sisteminin qaydasıdır. Hı. Baxırıq 50-ci suala. Deyir ki, 2019-da F8, F8-i 2 dəfə klikləmək olur, 3 dəfə klikləmək olur və 4 dəfə klikləmək olur. Yoldaşlar, bu nədir? Və 5 dəfə də klikləmək olur. Bunu qayda kimi sizə yazdırım. Bu söz, sətir, bir də 8 dəfəndə oxşamısını götürür də müəllimə deyəsən. 5 dəfə eləyəndə hamısını götürür. Bəli, bəli. F8 düyməsini 2 dəfə klikləyəndə söz seçilir. F8-i 3 dəfə kliklədikdə sətir seçilir. 4 dəfə kliklədikdə abzas seçilir. 5 dəfə kliklədikdə isə bütün mətn seçilir. Bütün mətn. Gəlin bunu edək. Məsələn, buradayam. Kursorum burada durur. Və F8 düyməsini 2 dəfə klikləyirəm. Söz seçildi. 3 dəfə klikləyəndə cümlə seçilir. Mən bura cümlə yazmalıydım. Mən nə yazmışam? 3 dəfə eləyəndə burada cümlə yazmalıyıq. Cümlə. Bura cümlə yazılmalıdır. Cümlə. Hə. Deməli, 4 dəfə kliklədikdə, baxın. Bircə saniyə. Təzədən girim. Baxın. Bir də edirəm. F8 düyməsini 2 dəfə kliklədikdə söz seçildi. 3 dəfə kliklədikdə cümlə seçildi. 4 dəfə kliklədikdə abzas seçir. 5 dəfə kliklədikdə isə bütün sənəd seçilir. Ona görə də bu sualda cavabımız olacaqdır. 2 dəfə olanda söz, yəni birinci aiddir A. 3 dəfə kliklədikdə cümlə, 2 aiddir C. Üçüncü aiddir abzas. D. 5 dəfə kliklədikdə isə bütün sənəd seçilər. Belə. İndi keçdik 105-ə. Deməli, deyir ki, şəkildə verilmiş lent qrupu hansı lent tabına aiddir? Gözəl sualdır, çox qəşəng sualdır. Bunu mən yenə də soruşacağım Fəriddən. Word-un sualıdır. Fərid. Bəli, yenə mən. Bəli. De görək bizə bu bizdə nəyi bildirir? Hansı tabdadır? Sən desəm ki, belə baxanda yadıma düşmür. Insert-də. Yox, insert heç yoxdur. Yoldaşlar, söhbət cədvəldən gedir. Mənim Cədvəldən. dizayndadır bu. Dizayndadır müəllim. Bəli, tamamilə doğrudur. Yoldaşlar. Dizaynda table design var nəsə o domuz Sağ ol, tamamilə doğrudur. Tamamilə doğrudur. Yoldaşlar, bizim baxacağımız isə table design tabıdır. Əlavə kontekstual tab kimi olan table design tabı. Table design tabında yerləşir table style options lent qrupu. Və əlavə tab kimi
biz burada götürəcəyik cavabımızı design. Yəni olacaqdır cavab A variantı. Yəni bu cədvəllərlə bağlıdır. Cədvəllərdə row, kolum olur da. Deməli söhbət nədən gedir? Cədvəldən gedir. Sonra 27-ni dövrlərin sayını istəyir. Bu sualda cavabda səhvlik olmalı idi. Mən yazım, amma bu sualın birinci şansdan yadımdadır ki, cavabında səhvlik var idi. Dövrlərin sayını istəyir. Nə qədər dövr olmursa odur. Gəlin işləyək birlikdə. X 15 verib, gəldim düşdüm aşağıya. X minus 5. 15-dən 5 çıxdım, aldım 10. Düşdüm aşağıya. X-in yerinə qoydum 10. Deyir 10 kiçikdir 5-dən. Yox. Bax, bir dəfə dövr elədim. Bu dövrdür. Yazdım kənarda 1. Sonra gəldim yenə də. 10-dan çıxdım 5, aldım 5. Düşdüm aşağıya. Bu dəfə X-in yerinə qoyuram 5. Deyirəm 5 kiçikdir 5-dən. Yox. İkinci dəfə dövr elədim. Bu prosesi yenə yerinə yetirirəm. Bu dəfə 5-dən çıxdım 5, aldım 0. Düşdüm aşağıya. Deyirəm 0 kiçikdir 5-dən. Bəli. Düşdüm həyə. Yəni mən 2 dəfə dövr eləmiş oldum. Cavabımız olacaq C variantı. Amma arxada səhv etmirəmsə D variantı veriblər cavabı. Yəni orada yanlışlıq var. Üzr istəyirəm. Onun yanında 2 nöqtə qoyulub. O nəsə bir xüsusi mənası var ya, X-in yanında. Bəli, O mənası budur ki, bizim kompüterlərimizdə bərabərlik X qoşa nöqtə ilə də qəbul eləyə bilir. Python proqramlaşdırma dilində, algoritmdə qoşa nöqtə bərabər də verə bilər. Yəni bu elə özü bərabər deməkdir. Amma kompüterin başa düşdüyü dildə qoşa nöqtə bərabər də verə bilir. O kompüterin başa düşdüyü dildir, bu da bizim başa düşdüyümüz dildir. Hı. 28-ci sual çox möhtəşəm bir sualdır. Deyir ki, hansı görünüş rejimində lent interfeysinə lazım əmrləri öz üzərində saxlayan yeni bir lent başlığı artırılır. Çox gözəl. Fərid müəllim hardadır? Cavab versin. Word-də. Mən bu outline Sen deyil. olsunazdım. Outline değil mi Elif? Necə? Outline da burada cevap de bende. Bəli, Outline outline-dır. deməli. Nə yaxşı bilirsiniz, sal aldı sizə. Hem yadda saxlamış, hem de məntiqlə. Çünki yenilik struktur şeyində olur. O da struktur ilə outline eyni tərcümədən tapılır. Məryəm, dərs keçəndə bunu demişdim, hə, dönə-dönə. Eşitmişəm ki, yadında qalıb. Bəli, mən çox oxumuram, amma sizin qulaq asıram. Hə, Allah. Görsünüz, deməli oxuyan tələbələr var. Yoldaşlar. Bəli, outline-dır. Nəyə görə? Görünüş rejimləri 5 dənədir Word-də. Read mode, print layout, web layout, outline, draft. Mən daxil oluram read moda. Baxın, əlavə burada read mode tabı açılmır. İndi istifadə etdiyimiz normal görünüş rejim, print layout görünüş rejimidir. Print layout tabı yoxdur. Web layout-a daxil oluram, web layout tabı açılmır. Tab dediyim bax burada. Amma outline-a daxil olanda outlining tabı açılır. Bu yalnız outline tabındadır və outlining belə bir tab açılır. Yaxşımı? Cavabımız olacaq D variantı. Növbəti 29-cu sual. Nasıl verilmiş? Deyir ki, hansı variantda verilmiş xanalardan heç birinə köçürülə bilməz. Burada gərək biz bir-bir oturaq yoxlayaq. Burada cavaba baxaq görək nə çıxa belə bilərik, onu yoxlayaq. Nəyə görə? Çünki zamanımız... Bu neçənci? 105-dir, hə? Köçürülmə nəyə əsasən olur ki? İndi izah eləyəcəm. 29-a 5-in cavabına baxaq. 29-a 5 nədir? 105-də 29. C çıxıb. Elə bir dəfəli C variantını yoxlayacam. Nəyə görə? Çünki gərək variantları bir-bir oturaq yoxlayaq. İmtahanda da belə eləməliyik, müəllim. İmtahanda bəs necə olur? İmtahanda da belə olmalıdır. Zamanımız əslində çox getməyəcək. Sadəcə mən indi dərsi izah edirəm deyə, istəyirəm bütün suallara baxaq deyə. Ona görə. Yoxsa imtahanda maksimum 1 dəqiqə vaxtımız gedəcək. İmtahanda bizə kompüter veriləcək vəbşə, mən xəbərim yoxdur.
Təbii ki də yox. Ancaq Yox, kağız. yox, elə şey yox. Nə kalkulyator, bir dənə sən olacaqsan, üstündə heç nə yox. Bir dənə ağlın, bir də kağız. Mənim də ki ağlım yox. Niyə elə deyirsən? Elə Elə havadan demir. gedib oturub qayıdır. Hər il xoşum gəlir Mələkə 50 manat, 50 manat vermək. Həcər xanım, Sən niyə verən yoxdur ki, kalkulyator icazə versinlər də. Bu PMS imtahanına icazə verirlər. PMS-də aparırlar. Bizdə niyə icazə vermirlər? yox, Da vermirlər. PMS, Olmaz. PMS-dir da onu bundan bir tutmayın da. Burada primitiv üsullarla hesablamalar. Nə bilim Allah. Bir dənə kalkulyatorda da qoysunlar rahatlanaq biraz. Yoldaşlar, baxaq. Deyir, C3 xanasında yazılmış bu düstur. C3 xanasının düsturu budur. Tələb olunur ki, variantlardan hansına köçürülə bilməz. Mən birinci A variantını yoxlayıram. A2-yə köçürürəm. Bərabərdir. Birinci A2-ni yoxlayıram. C-dən A-ya köçürüləndə sütunum 2 vaid azalır. 2-2 elə bir sürüşdürüblər də. C3-dən Soxan. elə bir Bəli. Onda C1 konkret köçürdə bilmərik, yoxsa necə? Gözlə Yox, bir bircə dəqiqə. saniyə. Yox, bax burada 3-dən 2-yə köçübsə, sətrimdə 1 vaid azalıb. Demək olacaqdır, dollar A olduğu kimi qaldı. Çünki dollar nəyin qabağındadırsa o dəyişmirdi. Amma sətrim 1 vaid azalacaq. 2 1 vaid azalacaq, olacaq 1. Toplansın. C 2 vaid azalacaq, olacaq A. Amma mən bu 1-i 1 vaid azala bilmirəm. Niyə? Çünki sıfır xanası deyilən bir şey yoxdur. Ona görə də burada xəta verəcək. Niyə A yazdınız ora müəllimə? Hə, oradan da gedirik də artıya. Hə, Burada hə. C-dən hə. 1 vaid azalır. Ona görə də A Biz variantında müəllimə bir dənə sual verin. Burada məsələn biz bu verilən variantdan geri gedirik də elə bil, yoxsa beynim yandı? Ayso, bir-bir yoxlayırsan da bu A variantını verməyib, A2-ni bir dəfə yoxlayırsan, sonra A2 yoxlayacaqsan. Hə, bildim. C-dən Aya AB 2 dənə getdiyinə görə 3-dən 2 çıxdıq. Hə. 3-dən 2 çıxmadıq, yox. 3-dən 1 çıxmışıq da Onda burada. burada variant gözə girir də müəllimə, elə B variantı deyil ki. Cavab C çıxıb. Yox, C C-dir deyil. burada. Niyə bəs B5 axı bizdə dollar Biri şərəfdir. ödənir, biri ödənmir. Variantlarda biri ödənir, biri ödənmir. Amma C variantda ikisi də ödənmir. Gəl C variantına baxaq. Gəl C variantına baxaq. Bax. Onda müəllim B-də Bu B5 ödənir. ödəyir, C1 ödəmir. A sol, hə. Nəsə elə olmalıdır. B5-i necə köçürdürük ki? Axı biz hə bilməzi soruşur da, bilməzi 5 deyil. olduğu kimi qalır da, ona görə deyir. Hə, beyni yandırır müəllim sual. B-də Asandan C1 mı? niyə ödəmir? C1 ona görə ödəmir ki, sətir 2 vaid azala bilmir. Bax, C-lər eynidir. 3-dən biri 2 vaid azalar, düzdür? Amma buradakı C1 2 vaid azala bilmir. Çünki mən 1-i 2 vaid azala bilmirəm. Hayır, mənfiyə düşmür da. Nədir? Mənfiyə düşmür da ona görə. Ümumiyyətlə 1-dən əvvəl sətir yoxdur. Ona görə. Onda biz niyə beyni götürmürük ki? Kişi də ödəmir də onsuz da. B5 Hadi olsun ödəyir. zaten az sayı olanlar C variantındadır. B5 Elə B5 ödəyir axı. B5 B5 ödəyir, ödəyir, C1 C1 ödəmir. ödəmir. B5 necə ödəyə bilər ki? Bax, köçürürəm Aysel, bax. Bax Aysel. C-dən B-yə 1 vaid azaltdı. 3-dən 5-ə 2 vaid artır. Olacaq burada dollar A. Deməli 4 toplansın C olacaq B. 1 2 vaid artacaq, olacaq 3. Dollar B, dollar 5-də olduğu kimi qalacaq. Gördün? Köçürüldü. Amma C variantında ikisini də köçürülə B5-ə köçürülə bilir, amma C1-ə köçürülə bilmir. Amma C variantında ikisinə də köçürülə bilmir. bu başa düşmədim. Başqa peki bir misalın üstündə, yəni belə bir şey varsa, onda başa düşməyə çalışaq. Başqa bunların sadələri var.
Bu biraz çətin versiyasıdır. Ana Sadələri var. orada işte üstəlik 5'e Bax, 2 vahid məsələn, alınır. yoldaşlar, baxaq bu suala. Hansı gəldi? Orxan müəllim deməli, müəllim çıxan kimi elə bil ibtidai sinifə xaosa dönür qrup. Yoldaşlar, səsim eşidilir? Hə, Bəli, müəllim. Bəli, müəllim. Hə. Demək, Zoom'da nəsə problem, internetdə problem oldu daha doğrusu. Ona görə. Zoom Deməli, xəbərdarlıq edir ki, Orxan müəllimin dərsi gəlir. Orxan müəllimə biraz 5-10 dəqiqə gec qoşular, seçin olmaz. Deməli, baxaq bu 34-cü suala, sürüşdürmə ilə bağlı bir sualdır. Tələb olunur ki, B2-dən C4 xanasına sürüşdürmək lazımdır. Bax, mənim sütunum B-dən C-yə 1 vaat artır. Çünki B-dən C-yə gedir. Sütun 1 vaat artır. Sətrim 2-də keçdi 4-ə. Deməli, sətrimdə 2 vaat artdı. Düzdür? Bəli. Bunu yazdıq. İndi bax, dollar nəyin qabağındadırsa, o dəyişməzdir. Deməli, olduğu kimi qalacaq. Qalacaq dollar A. Gördüm ki, amma mənim sətrim 2 vaat artıb. 2 vaat artacaq, olacaq 4. Toplansın. Bu hissədə hər ikisinin qabağında dollar var. Deməli, ikisi də olduğu kimi qaldı. Dollar B, dollar 1. Toplansın. C2. Artıq görürəm ki, B-dən C-yə köçürülüb, sütunun 1 vaat artıb. Deməli, C də 1 vaat artacaq, olacaq D. İçimdə 2 vaat artacaq, olacaq 4. 1 isə olduğu kimi qalır. Xana olmayan ifadələr dəyişməzdir. Yəni, burada 1 heç bir xana deyil. Deməli, dəyişməzdir. Bu qədər. Cavabımız olacaq A4. Hansı variant oldu? Variant uyğun B görünür. B variantı. B variantı. Bu Aa, rahat beni değil gördüm. ama bayaqkında biz niye birbirimize girdik? Orada seçirik konkret dənə-dənə. Biraz O gəlirdi də. saçmaydı. Bu anladım. Buna baxanda başa düşdüm. O bir sualda gərək oturub bir-bir yoxlayasan deyə. Ona görə bir-birinizə girdiniz, necə deyərlər. Hə, burada amma bir variantı yerinə qoyub tapırsan. Bəli. Yaxşı, 30-a da baxaq. Axtarış sistemləri verilən cərgəni seçin. Bir var axtarış sistemləri, bir də var axtarış brauzerləri. Axtarış sistemləri nədir? Mən indi açım sizə göstərim. Bu bizim axtarış sistemlərimizdir. Google Chrome demirəm, Google deyirəm. Yandex deyirəm, Yandex browser demirəm. Alta Vista, Yahoo, Baidu, Ask, Rambler, Bing bunlar axtarış sistemləridir. Bir də var brauzerlər. Brauzerlərə aiddir Mosaic, sonra Google Chrome, Mozilla, Opera, Maxton, Safari, Amigo, Yandex browser və s. Bizdən istənilən axtarış sistemidir. Axtarış sistemlərinə aiddir Alta Vista, Rambler, Yahoo. Y variantı. Yəni, axtarış sistemi, sırf sistemi qoyanlardır Google'un özü. Google'un daxilində işləyir Google Chrome. Yəni, bunlar daha əsasdır. Məsələn, Google Chrome brauzerdir, Pinterest sosial şəbəkədir, LinkedIn sosial şəbəkədir, Yandex, Safari, Maxton bunlar Safari brauzerdir, Opera Ask. browser. Hə, bunlar brauzerdir. Amma axtarış sistemləri Alta Vista, Rambler və Yahoo-dur. Aydındır? Bəli. Bu da belə. Üsü 5-dən də 30-a qədər baxdıq. Gələn dəfə üsü 5, 6 və 7-yə baxılacaqdır. Yaxşımı? İnşallah. Siz də gedin, dincəlin. Bir də atdığım həmin PDF axıra qədər işləyin. Qəbul suallarını 2019, 2020 və deməli olacaqdır. Bölmə 1, onda işləmək qəbul suallarını. Təkrardan nə verirsiniz? Algoritmlə proqram təminatını verəcəm. Algoritm və proqram təminatı. Sil oxuyan adamlar kimi məndən bilsin. Ay, sağ ol. Hamı məndən soruşur, sonra şəxsiyə yazırlar, biabır olmamaqdan ötürü bilim də mövzu.